Hörmətli xanımlar və cənablar, ilk növbədə hamınızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adında salamlayıram. Məlum olduğu kimi Azərbaycan 2020-ci ildən başlayaraq özünün zəfər tarixini yaşayır. 2023-cü ildə isə ölkəmiz bütün əraziləri üzərində özünün suverenliyini bərpa etmişdir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev idarə avqust ayında tarixi Vaşinqton səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər Azərbaycanın dünyada və regionda sülhə, əmin-amanlığa və inkişafa sadiqliyini bir daha təsdiq etmişdir. Əldə olunmuş bu qələbələrə görə biz Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla bu yolda qanlarından keçən şəhidlərimizə, qazilərimizə və qəhrəman hərbçilərimizə borcluyuq. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirik. Xüsusilə son illər ərzində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biri də şəhid ailə üzvləri, müharibə əlilləri və veteranlarının sosial müdafiəsinin gücləndirilməsidir. Post-müharibə dövründə aparılan sosial dəstək tədbirləri nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 132 min unikal şəxsə 406 min xidmət göstərilmiş, sosial cəhətdən həssas kateqoriyada olan şəxslərin müavinət və təqaüdləri orta hesabla 2 dəfədən çox artırılmışdır. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması, onların sosial təminatının gücləndirilməsi istiqamətində atılan mühüm addımlardan biridir. Görülmüş tədbirlər nəticəsində bu kateqoriyada olan şəxslərə post-müharibə dövründə 6900 mənzilin təqdim edilməsi təmin olunmuşdur. Qeyd edim ki, ümumilikdə isə şəhid ailələrinin və müharibə əlillərinin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 16 minə yaxın mənzilin bu kateqoriyada olan şəxslərə təqdim olunması ötən müddətdə təmin edilmişdir. Bununla yanaşı bu dövrdə müharibə əlillərinə 567 avtomobilin təqdim edilməsi, ümumilikdə isə ötən dövrdə 7,8 min avtomobilin bu kateqoriyada olan şəxslərə təqdim olunması təmin edilmişdir. Şəhid ailələrinə və müharibə əlillərinə sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri diqqət mərkəzində olmuş, 11 min nəfərə 93 min xidmət göstərilmiş, 496 hərbiçiyə 619 yüksək texnologiyalı protez verilmiş, 2397 müharibə əlili 85 min reabilitasiya vasitəsi ilə təmin edilmişdir. Bu dövr ərzində 28,6 min şəhid ailə üzvü, müharibə əlili və veteranı aktiv məşğulluq proqramlarına cəlb olunmuşdur. Həmin şəxslərdən 13,4 min nəfəri özünə məşğulluq proqramına, 1400-ə yaxın şəxs peşə hazırlığı kurslarına cəlb olunmuş, 13,8 min nəfər isə münasib işlə təmin edilmişdir. Möhtəşəm zəfərimizlə başa çatan 44 günlük vətən müharibəsi işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsini zərurətə çevirmişdir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən azad olunmuş ərazilərə qayıdışı baş tutmuş keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir və bu şəxslərin iqtisadi inteqrasiyası məqsədi ilə əhəmiyyətli addımlar atılır. Bu çərçivədə işğaldan azad olmuş ərazilərdə fəaliyyət göstərən bütün dövlət və özəl sektoru təmsil edən işə götürənlərlə əlaqələr qurulmuşdur. Belə ki, elan olunmuş vakansiyalar üzrə işə düzəltmədə bilik və bacarıqları uyğun gələn şəxslər arasında həmin ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərə üstünlük verilməsi təmin olunur. Nazirlikdə hər ay keçmiş məcburi köçkünlərin məşğulluğu məqsədi ilə işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən iri işə götürənlərlə görüşlər keçirilir. Eyni zamanda mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərdə keçmiş məcburi köçkünlərin bilik və bacarıqlarının artırılması üçün aktual peşələr üzrə peşə hazırlığı kursları, işsiz şəxslərin özünə məşğul təşkili proqramı və əmək yarmarkaları təşkil edilir. Fürsətdən istifadə edərək bütün işə götürənlərə bu prosesə verdikləri dəstəyə görə təşəkkür edir. Onları işğaldan azad olunmuş ərazilərdə məskunlaşan keçmiş məcburi köçkünlərin məşğulluq istiqamətində daha da aktiv olmağa çağırıram.
Onu da qeyd etmək lazımdır ki, Cənab Prezident tərəfindən ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi tədbirləri və böyük qayıdış proqramının icrası ilə bərabər sosial sahələrdə islahatlara çox böyük diqqət göstərilmiş, 2019-cu ildən etibarən 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi həyata keçirilmişdir. Bu islahatların illik əlavə maliyyə tutumu 7,6 milyard manat təşkil etmişdir. Bu dövrdə əmək müqavilləri sayı 44% artaraq 1,9 milyona çatmış, sosial rifahın ən bariz göstəricilərindən biri olan əmək haqqı fondu ölkə üzrə 3,2 dəfə artmışdır. Eyni zamanda minimum əmək haqqı 3,1 dəfə, orta aylıq əmək haqqı isə 2 dəfə artırılmışdır. Bununla yanaşı, sosial ödənişlər sayəsində aparılan islahatların nəticəsi olaraq minimum pensiyalar 2,9 dəfə artırılaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artırılaraq 540 manata yüksəlmişdir. Əhaliyə ödənilən müavinət və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi isə ümumilikdə 5 dəfə artırılmışdır. 2018-ci ildən dövlət məşğulluq siyasəti də dərin islahatlar dövrünü yaşayır. Bu islahatlar iqtisadiyyatın inkişafına və sosial sabitliyin təmin edilməsinə yönəlir və əhalinin müxtəlif qruplarının, xüsusilə sosial cəhətdən həssas qrupların məşğulluğunda mühüm rol oynayır. Belə ki, 2019-30-cu illər üçün Azərbaycan Respublikasının məşğulluq strategiyası əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə yönəlmiş uzun müddətli dövlət məşğulluq siyasətinin prioritetlərini müəyyən edir. Bu islahatların başlandığı dövrdən məşğulluq xidməti orqanları tərəfindən 852 mindən artıq işsiz və iş axtaran şəxs münasib işlə təmin olunmuş, 56 minə yaxın şəxs peşə hazırlığına, 1,2 milyon şəxs isə peşə və məsləhət xidmətlərinə cəlb edilmişdir. İslahatların mühüm addımı olan məşğulluq və əmək münasibətləri rəqəmsallaşmasını təmin edən əmək və məşğulluq elektron sistemi isə bütün işə götürənlər və işçilər üçün vahid əmək münasibətlərinin bazasını yaradır və əmək bazarının iştirakçılarına yeni, effektiv dəstək mexanizmləri təqdim edir. Hörmətli tədbir iştirakçıları, bu tədbirlər sırasında işsiz və iş axtaran şəxslər üçün həyata keçirilən özlə məşğulluq proqramını ayrıca qeyd etmək istərdim. 2017-ci ildən ölkə başçısının təşəbbüsü əsasında icrasına başlanmış bu proqram bugün ən səmərəli aktiv məşğulluq proqramlarından biridir. Biznes ideyanın düzgün formalaşması, biznes planlarının hazırlanması, zəruri maliyyə, iqtisadi və təşkilati biliklərin aşılanması üçün təşkil olunan treninqlər yaradılmış ailə təsərrüfatlarının dayanıqlığının əsas elementidir. Ötən müddət ərzində Nazirlik tərəfindən 111 min şəxs özlə məşğulluq tədbirlərinə cəlb olunmuş və ailə təsərrüfatlarının və mikrobizneslərin yaradılmasına dəstək verilmişdir. Bu proqramın uğuru təkcə səmərəli icra mexanizmi mövcudluğu ilə bağlı deyil, həm də aidiyyəti dövlət qurumlarının, beynəlxalq institutların, ictimai təşkilatların, biznes və sahibkarların, sosial tərəfdaşların da güclü dəstəyi ilə izah olunur. Əhalinin özlə məşğulluğunun təşkili istiqamətində əhəmiyyətli tədbirlərdən biri də 2020-2025-ci illəri əhatə edən və Dünya Bankı ilə birlikdə icra olunan birinci məşğulluğa dəstək layihəsidir. Ölkə başçısının həssas kateqoriyada olan şəxslərin aktiv məşğulluğuna verdiyi diqqətin nəticəsində ikinci məşğulluğa dəstək layihəsinin də reallaşdırılması qərara alınmışdır və hazırda layihənin ikinci mərhələsinin icrasına başlanmışdır. Hər iki layihənin əsas məqsədi özlə məşğulluq proqramının genişlənməsi, keçmiş məcburi köçkünlərin, ünvanlı dövlət sosial yardımı alanların, qadınların, gənclərin və digər işsiz şəxslərin özlə məşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məşğulluğa çıxış imkanlarının yaradılmasıdır. Birinci məşğulluğa dəstək layihəsinin icrası dövründə proqrama qoşulmaq üçün 100 mindən artıq müraciət olunmuşdur. 36 mindən artıq şəxslər isə təlimlərə cəlb edilmişdir. 25,8 min nəfərə isə aktivlərlə təmin olunmuşdur. İkinci məşğulluğa dəstək layihəsi 2026-30-cu illəri əhatə edəcəkdir. Özlə məşğulluq proqramının əhatə dairəsi genişləndirilərək əlavə 30 min şəxs bu proqrama cəlb olunacaq, proqramın səmərəliliyi artırılacaq, əlavə aktiv əmək bazarı proqramları tətbiq ediləcəkdir. Hörmətli tədbir iştirakçıları, 2023-cü ildən icrasına başlanılan Qarabağ Kovları layihəsi şəhid ailələrinin, müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşmasına,
eləcə də onların dayanıqlı məşğulluq imkanlarının yaradılmasına xidmət edən mühüm təşəbbüsdür. Əminəm ki, sosial tərəfdaşlıq prinsipi əsasında reallaşan bu layihə əhalinin səmərəli məşğulluğuna, bu sayədə islahatların davam etdirilməsinə bundan sonra da ciddi töhfə verəcəkdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adından sosial sahədə dəstəyə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, Paşa Holdinqə və bu layihədə əməyi olan bütün şirkət və şəxslərə bir daha öz təşəkkürümü bildirirəm. Diqqətinizə görə təşəkkür edirəm.